Hər il payız qış mövsümündə mənzil bazarında durğunluq yaşanırdı. Bu da nisbətən də olsa qiymətlərin enməsi ilə müşahidə olunurdu. Amma bu il əksinə olub. Mənzil bazarında canlanma olduğundan qiymətlər də artıb. Əmlak məsələləri üzrə ekspert Nofel Quliyev deyir ki, canlanma həm yeni tikililərdə, həm də köhnə mənzillərin satışında müşahidə edilir. Bəs qiymətlər nə qədər artıb? Keçən ilki illərə nisbətən bu il istər təkrar bazarda, istər ilkin bazarda qiymətlərdə 20-25% artım müşahidə olunmaqdadır. Bunların da bir neçə faktorla səbəbləndirilir. Birinci faktor, ilkin bazara götürsək, tikinti materiallarının qiymətlərinin artması. Nəzərə alsaq ki, bir çox tikinti materialları, taxta, şalban, sement və s. ithal nəticəsində gəldiyinə görə, bu da tikinti materiallarının qalxmasında müəyyən şərtləndirir. Digər şərt, tikintiyə icazənin verilməsində müəyyən məhdudlaşmalar, əvvəlkilərə nisbətən, vergi sisteminin normativlərdə biraz dəyişikliklər. Bu da ilkin bazarda yeni tikililərin qiymətlərinin artması ilə şərtləndirir. Ekspert hesab edir ki, təkrar mənzil bazarındakı qiymət artımı isə ən çox çıxarışlı mənzillərdə müşahidə edilir. Buna səbəb də həmin daşınmaz əmlakın ipotekaya yararlı olmasıdır. Nofel Quliyev hesab edir ki, canlanmanın əsas səbəblərindən biri isə paytaxtda aparılan yenidən qurma işləri, köhnə binaların sökülməsi və yeni layihələrə olan maraqdır. Son vaxtlar, yəni payız-qış mövsümündə qiymətlərdə olan canlanma əsasən şəhərdə o köhnə tikililərin 1 mərtəbə, 2 mərtəbəli, 3 mərtəbəli tikililərin, yəni istismar müddətinin başa çatmış köhnə tikililərin yerində yeni tikililərin tikilməsi və əhalinin əsas hissəsinə oradan kompensasiya ödənilməsi və yerində evlə təmin olunması əsasən bu qiymət canlanmanın artmasını səbəbləndirir, əsas şərtləndirir. Bir də əsas məsələ, yəni istər nəqd şəkildə, istər daxili ipoteka, sosial ipotekanın müəyyən mənada asanlaşması və daha da əlçatan olması əhalinin əsas hissəsinin mənzillə təmin olunması sahəsində görülən işlərə görə mənzil bazarında canlanma yaranmışdır. Qeyd edək ki, hazırda şəhərin mərkəzində ilkin mənzil bazarında 1 kvadrat metri 2500-5000 manat civarında dəyişir. Ekspertlər bildirirlər ki, ilin sonuna qədər qiymətlərdə sabitləşmə gözlənilmir. Ramal Abdullayev, Üzeyir Ağayev, Xəzər xəbər.